Aha, bugünkü görüşümüz hanımlar, sizinlə beynəlxalq təcrübələrdən olan Waldorf təhsil sistemi haqqında olacaq. Bilirsiniz ki, bizim məktəbə qədər təhsil proqramı, yəni kurikulum sənədi əsasən 3 beynəlxalq yanaşma, 3 beynəlxalq təcrübə əsasında işlənib. Montessori təlimi, Reggio Emilia və Waldorf təhsil sistemi. Waldorf təhsil sisteminin xüsusiyyətləri nədir? Mən bu günləri sizə Montessori və Reggio Emilia təlimi ilə onun fərqi, onun oxşar cəhətləri haqqında məlumat verməyəcəm. Bugün yalnız sizi Waldorf təhsil sistemi ilə, yəni əksəriyyətiniz tanışsınız, yenə də tanış olacaqsınız, mənimsəyəcəksiniz. Növbəti həftələrdə Montessori, sonraki həftələrdə Reggio Emilia və sonda, yəni biz artıq sistemləşdirmişik bu mövzuları və sonda bu 3 yanaşmanın fərqli və oxşar, üst-üstə düşən cəhətləri haqqında olacaq. Çünki bu yanaşmalar, bəzi məqamlar var ki, bir-birinə çox bənzəyirlər. Əsasən də Reggio Emilia və Waldorf təhsil sistemi. Montessori, yəni bəzi məsələlər var ki, onda konkret bilinir, amma hər üçü uşaq yönümlü yanaşmadır. Waldorf təhsil sistemi. Waldorf yanaşması, Waldorf təhsil sistemi 20-ci əsrin əvvəllərində 27 fevral 1861-ci ildə Xorvatiyada dünyaya gələn, əslən Alman olan Avstriyalı filosof Rudolf Steiner tərəfindən yaradılıb. Yanaşmanın əsası nədir? Ümumiyyətlə bu yanaşmanın məqsədi nədir? Uşağın bütün inkişaf sahələrini, fiziki, emosional, əqli, mənəvi inkişafını, sonra daxili aləmini, sonra zehni, ruhi, hər tərəfli, ümumiyyətlə ruh halı, ruhu hazırlanması, bu kimi sözlər eşidəndə bilin ki, o Waldorf təhsil sisteminə aiddir. Və məhz bu təhsil sistemi, məhz bu inkişaf sahələrini nəzərə alır və onları dəstəkləyir. Tarixinə nəzər salaq, nə vaxt açılıb, harada açılıb? İlk Waldorf məktəbi, yəni buna məktəb də deyirlər, ümumiyyətlə Montessori təlimində də Montessori məktəbləri deyirlər. İlk Waldorf məktəbi, deməli, müəllimələr Almaniyanın Stuttgart şəhərində açılıb. Biraz yuxarı verim. Aha. 1919-cu ildə açılıb. Bəs açılma səbəbi nə idi? Açılma səbəbi Waldorf. Görürsünüz, onun yaradıcısı Rudolf Steinerin adı ilə bağlı deyil. Bəs nə ilə bağlıdır? Məsələn, Reggio Emilia açıldığı balaca şəhər, qəsəbə tipli şəhərin adı ilə bağlıdır. Montessori'nin yanaşması ilə özünün adı ilə bağlıdır. Bəs Waldorf məktəbi hardan götürülüb? Waldorf Astoria siqaret şirkəti və onun sahibi Emil Moltke'nin tələbinə əsasən Rudolf Steiner tərəfindən açılıb. Emil Moltke'nin tələbi nə idi? Məhz bu məktəbdə həmin bu şirkətdə işləyən fəhlələrin uşaqlarının təlim tərbiyəsi ilə məşğul olacaq bir məktəb olsun. 1919-cu ildə açıldıqdan sonra, yəni yalnız bu sahə üçün nəzərdə tutulmasına baxmayaraq, o artıq genişlənməyə başladı. Genişləndi və xarici ölkələrdə, Amerikada və ondan sonra digər ölkələrdə açıldı. Bəs bu yanaşmanın əsası nədir? Sən digər yanaşmalar bilirik, biri Piaget nəzəriyyəsinə əsaslanır, biri Vygotsky. Bəs bu hansı nəyə əsaslanır? Yəni mahiyyəti nədir? Mahiyyəti ümumiyyətlə, yadınızda qalsın, bütün qüvvələrdir. Yəni insanın ruhudur, düşüncələridir, hissləridir, iradələridir. Yəni bir insanın, bir uşağın vahid bir bütövlüyüdür və bu yanaşmanın əsasında antroposofiya təlimi dayanır. Antroposofiya təlimi, yəni bir növ
demək olar ki, bir dini, mistik təlimdir antroposofiya. Bu yaxınlarda, yəni bu təlimlə maraqlananda Polşada bu təlimlə işləyən məktəb bağçanın müəlliminin bir intervyusunu oxudum. O deyir ki, Valdorf yanaşması, yəni bu bağçalar, bu məktəblər dini deyil, dini təbliğ etmir. Amma hansı dinə öz məktəblərinə nümunə gətirir, deyir ki, bizdə katolikdir. Biz deyir, yəni öz necə deyirlər, yanaşmamıza görə dualar edirik. Orada məsələn yemək yeyəndən sonra uşaqlar dualar edirlər. Amma deyir, dini məktəblər deyil. Və hansı yaşlara Valdorf məktəbləri xidmət edir? Yəni burada siniflər necədir? Uşaq inkişafının 3 mərhələsi əsas götürülür. 3 mərhələsi. Birinci mərhələ müəllimələr orta məktəbdə, yəni ibtidai siniflər, orta siniflər, bir də deməli, birinci mərhələ erkən uşaqlıq təhsilidir, ikinci mərhələ ibtidai təhsildir, üçüncü mərhələ orta təhsildir. Erkən uşaqlıq dövründə akademik biliklər verilmir. Burada əsasən nədir uşaqlara? Oyunlar, fəaliyyətlər, xalq oyunları, yaradıcı oyunlar. İkinci mərhələ ibtidai təhsildə burada uşaqların bədii ifadədir, sosial imkanlarıdır, yəni ünsiyyət bir-biri ilə saxlamalarda, əməkdaşlıqlarına fikir verilir və sonuncu mərhələ orta təhsildir. Burada nədir müəllimələr? Orta təhsildə, yəni bu sonuncu mərhələdə uşaqlarda kritik düşüncə, empatik anlayış daha çox, yəni bunun üzərində işləyirlər. Valdorf metodunun əsasında nələr dayanır? Bəs bu yanaşmanın əsasında nələr dayanır? Valdorf metodunda ümumiyyətlə uşağın şəxsi inkişafı dəstəklənir. Uşağın fərdi inkişafına daha çox önəm verilir. Burada uşaqların sosial, əxlaqi, emosional və ümumiyyətlə burada hər tərəfli inkişafıdır uşağın, harmonik inkişafı dəstəklənir. Uşaqda özünə inam, özünə güvən, verilən qabiliyyətlər ki var, bax o təbiətin verdiyi təbii qabiliyyətlər rahat bir mühitdə qorxmadan, stressdən və hərəkətləri qiymətləndirilmədən nümayiş etdirməlidirlər. Yəni biz bu günləri belə bir mühitə nə deyirik? Qorxmadan, stressdən, hərəkətlər qiymətləndirilmədən yəqin ki, yadımıza düşdü, dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitdə də biz nə götürürdü? Maddi texnik bazı və bir tərəfi nə idi? Sağlam psixoloji mühit. Yəni, sağlam psixoloji mühit deyəndə, bax budur, uşaq üçün rahat bir mühit, qorxmadan, stressdən, hərəkətləri qiymətləndirilmədən olan bir mühit. Sonra məhz Valdorf yanaşmasında, yəni bu məktəblərdə, bağçalarda təbiət sevgisi əsas götürülür. Sinif otaqları, yalnız təbii materiallar, hətta mebellər belə, yalnız təbii ağaclardan ibarət olan kobul şəkildə yonulmuş bir mebellərdən yəni, hazırlanıb. Bu nəyə xidmət edir? Uşağın təbiətlə birləşməsinə, təbiətlə bütünləşməsinə, təbiətdə gedən hər bir proses insanın psixologiyasına, onun mənəvi dünyasına təsir etdiyini vurğulayırlar. Erkən inkişaf, yəni bayaq da vurğuladım, akademik burada biliklər verilmir. Niyə verilmir? Yəni Rudolf Steiner'in fikrinə görə, uşağın gələcəkdə, yəni öz vaxtına uyğun öyrənə biləcəklərini vaxtından əvvəl öyrədib onları yormağa ehtiyac yoxdur. Valdorf yanaşmasında yəni hansı prinsiplər əsas götürülür? Ümumiyyətlə Valdorf pedaqogikasının prinsipləri olduqca sadədir. Yəni uşağın irəliləməyə çalışmağı üçün yox, başını biliklə pompalamaq yox, yəni bilik yönümlü deyil, axı bu uşaq yönümlüdür. Özünə surətlə inkişaf etmək imkanı verir.
Yəni özü təbii yolla inkişaf edən uşağı dəstəkləyir və hər bir uşağa mənəvi inkişaf, fərdi yanaşmaya böyük diqqət verilir. Waldorf pedaqogikasının, yəni yanaşmasının əsası nədir? Hansı prinsiplərdir? Mənəvi həyatın harmonizasiyası prinsipi. Yəni hər tərəfli. Müəllimin əsas məqsədi nədir? Uşaqlarda iradə, düşüncə, təxəyyül əsaslı Waldorf yanaşmasında təxəyyülün bərabər inkişafı, sonra dövrlərin öyrədilməsi. Məsələn, biz Emiliyadan danışanda deyirik layihələr var orada, bir ayda gedə bilər, 2 ayda, həftə ilə. Burada dövrlərdir. Dövr sözü görəndə bilin, o Waldorf yanaşmasına aiddir. Dövrlərin öyrədilməsi. Dövrlər deməli 3-4 həftə ərzində aparılır. Hər bir dövrün sonunda uşaqlar tam belə, yəni gümrah olmalıdırlar, yorğun olmamalıdırlar. Sonra sosial mühitin uyğunlaşdırılması prinsipidir, digər bir prinsipi. Bu nədir? Müəllimlər uşağın, yəni bir-birinə, ünsiyyətinə fikir verirlər. Heç bir şey uşaqların nədir? Təlim yalnız özü daim inkişaf edən və öz üzərində işləyən şəxs tərəfindən həyata keçirilməlidir. Uşaq üçün fərdi yanaşma, şəxsi inkişafı ən vacib məqamlardan biridir Waldorf yanaşmasında. Yəni, uşağa özü sağlamlığına zərər verən fəaliyyətdən uzaqdırlar. Və digər prinsip nədir? Birgəlik, yəni əsas götürülən, yəni birgəlik, bərabərlik. Bax, bu da Waldorf yanaşmasının demək olar ki, yəni açar sözlərindən biridir. Birgə fəaliyyətlər. Birgə fəaliyyətlə harmonik şəxsiyyətin inkişafı, yəni qrup işi ilə daha asanlaşdırılır. Qrup işi nədir? Bizim bu günlər biz ondan da çox istifadə edirik. Yəni qrup işində uşaq əməkdaşlıq bacarıqlar formalaşır, tərəfdaşlıq bacarıqlar formalaşır, liderlik bacarıqlar formalaşır, dinləmə bacarıqlar formalaşır, müzakirə aparma bacarıqlar formalaşır və bunun nəticəsində nədir? Artıq harmonik bir şəxsiyyətin inkişafıdır. Sonra burada musiqi sinifləri var, Boomer gimnastikası var, xorla oxuma var. Yəni, məhz bu siniflərdə. Sonra, məhz Waldorf yanaşmasının xüsusiyyətləri, əsas xüsusiyyətlərindən daha hansılar biz vurğulaya bilərik. Şəxsiyyətin hər tərəfli ahəngdar inkişafına diqqət yetirilməsindedir. Əsas diqqət nədir? Hər bir uşağa, hər bir şagirdə fərdi yanaşma, onun xüsusiyyətlərini, qabiliyyətlərini müəyyən etmək. Sonra, əsas xüsusiyyətlərdən erkən akademik inkişafın olmamasıdır. Yəni, əvvəlcə uşaq emosional olaraq yetkinləşməlidir, sonra zehni inkişafa başlaya bilərik. Digər xüsusiyyəti nədir? İncəsənət vasitəsilə öyrənmək. Yəni, burada yaradıcılıq fəaliyyətlərinə geniş yol verilir. Tədris materiallar çox vaxt yaradıcılıq vasitəsilə təqdim olunur. Bu da, yəni, sözsüz ki, yaradıcılıq vasitəsilə təqdim olunan tədris materialda uşağın dərk etməsinə, onun yadında yaxşı qalmasına sirayət edəcək. Praktik təlim, yəni təcrübi təlim də deyirik. Burada, yəni, uşaq üçün mənasız olan nəzəriyyələr, belə deyək də, quru nəzəriyyələr, yəni sözdən ibarət olan nəzəriyyələrin əvəzinə uşaqlar praktik fəaliyyətlər vasitəsilə öyrənirlər. Məsələn, biz bu günləri mütləq şəkildə məşğələnin 3-cü hissəsində tətbiq etmək, yəni 3-cü hissədə uşağın praktik fəaliyyətini verməliyik. Biz onu verməyəndə nə pozulur? Təlimin təşkili tələbi, yəni pedaqoji prosesin tamlığı pozulur. Pedaqoji prosesin tamlığı nə idi? Yəni təlimin öyrədici, tərbiyə edici və inkişaf etdirici olması. İnkişaf etdirmək nə sayılır? Uşağın məhz praktik fəaliyyəti. Bax, bu praktik fəaliyyət də məsələ Waldorf yanaşmasında da əsas götürür. Çünki uşaqlar nəzəriyyə əvəzinə yeni praktik fəaliyyətdə daha yaxşı öyrənirlər.
Məsələn, o praktik fəaliyyətləri çox genişdir. Onlar həyətdə yemək də pişirə bilərlər, müəyyən taxtadan nəsə bir heykəllər, bir figurlar da hazırlaya bilərlər. Qiymətləndirmənin olmaması. Çünki sərbəst sözümə qulaq. Müəllimələr, bağlayaq mikrofonu, rahat danışın evdə. Qiymətləndirmənin olmaması, yəni burada, bu yanaşmada qətiyyən heç ibtidai siniflərdə belə imtahan yoxdur. Yəni ənənəvi qiymət, imtahan burada yoxdur. Yalnız təsviri, yazılı bir hesabat sistemi var. Sonra ailənin təhsil prosesində iştirakı var. Ailə, yəni bağçada, məktəbdə təşkil edilən tədbirlərdə, bayramlarda, şənliklərdə iştirak edirlər. Tərbiyəçilərlə, müəllimlərlə, pedaqoqlarla birlikdə bayram keçirdiləcək o məkanı, otağı, zalı bəzəyirlər, müəyyən nə lazımsa o atributları hazırlayırlar. Sonra burada Valdorf yanaşmasında xüsusi fənlər var. Xüsusi fənlərin biri, yəqin ki, bu qarşınıza çıxıb, euritmiyadır. Euritmiya nədir? Şeir oxuma və ya musiqi ilə müşayiət olma, rəqs və pantomimanın birləşməsi. Nədir bu euritmiya? Euritmiya ifadəli hərəkət sənətidir və yaxud da görünən nitq musiqi kimi adlanan bir hərəkət formasıdır. Məhz bu sənət, yəni euritmiyanın özü, elə Rudolf Steiner və onun həyat yoldaşı Maria von Sievers tərəfindən inkişaf etdirilib. Eləcə də Valdorf təhsil sistemində bugün istifadə olunur. İndi mən sizə ondan bir nümunə də gətirəcəm. Yəni, nədir bu euritmiya? Nümunə deyim ki, daha yaxşı biləsiniz. Yəni, bunu siz edirsiniz. Müəllimə xəbərdarlıq gəldim. Yaxşı, çatdıracağım. Euritmiyanın əsas xüsusiyyətləri nitqin və musiqinin hərəkətlə ifadə olunmasıdır. Yəni, sözlər, səslər, musiqi ritmlər, bədən hərəkətləri ilə ifadə olunmasıdır. Bura aiddir ritim və harmoniya. Yəni, insan bədəni ilə ritmik, harmonik hərəkətlər yaradılır və daxili, xarici aləm arasında bir əlaqə qurulur. Yəni, təlim və tərbiyə şəxsiyyətin inkişafı. Yəni, ümumiyyətlə, euritmiya musiqi ilə sözü bədənlə danışdırmaq formasıdır. Yəni, tez bir sizə nümunə deyim, bir olun, yəni sizin üçün tapmışam bunu elə, sözlər rəqs edir. Yəni, burada məqsəd nədir? Uşaqların ritmik hərəkətləri, səslərə uyğunlaşmaq və dinləmə bacarıq. Yəni, görürsünüz, üç tərəfli. Yəni, həzin və yaxud da ritmik musiqi səslənir. Tərbiyəçi 4-5 açıq söz deyir. Məsələn, günəş, yağış, gül, çiçək, külək, quş. Oyunun gedişi necədir? Müəllim sözləri bir-bir səsləndirir və uşaqlar hər sözə uyğun hərəkəti yerinə getirirlər. Məsələn, günəş deyəndə neynir uşaq? Qollarını qaldırır, açır belə günəşin. Yağış deyəndə neynir? Yağış damcılar. Güllər deyirsə, bədəni aşağıdan yuxarıya açır, yəni gül kimi açılır. Quş, gülə, yəni ona uyğun hərəkətlər edirlər. Sonra musiqi ilə birlikdə müəllim sözləri deyir. Uşaqlar isə həmin hərəkətləri göstərirlər. Və sonra da artıq müəllim səssizliyə göstərir, yəni yalnız hərəkətlə göstərir. Uşaqlar hərəkətləri edir və sözü tapmağa çalışırlar. Bax, bu adlanır euritmiya Valdorf yanaşmasına aiddir. Müəllimin rolu, məktəbin rolu nədən ibarətdir? Müəllim burada birgəlik, bərabərlik hissi formalaşdıran, yəni təlim prosesinə müdaxilə etməyən bir bələdçidir. Müəllim uşaqların bir-birinin ətraf mühitin qayğısına qalmağa həvəsləndirilməsində yəni əsas şərtlərdən biri hesab olunur. Uşaqların davranışı ilə bağlı problemlərlə üzləşdiyi zaman fəaliyyət növünü dəyişdirir. Sonra müəllimlə uşaq arasında əlaqə necə yaranır, yəni ünsiyyət necə yaranır, temperament tiplərinə görə. Temperament tiplərini, yəqin ki, bilirsiniz, sanguinik, xolerik, flegmatik və yaxud da bir də melanxolik.
Bir də qavrayış tiplərinə görə. Qavrayış tipləri də üçdür də. Vizual, eşitmə, kinetik, yəni toxunma. Bax, bunlara görə müəllimlə uşaq arasında ünsiyyət yaranır. Uşaq bağçasında, yəni uşaq bağçasında texnologiyadan, yəni bugün kompüterdir, televiziyadır və digər vəsaitlərdən ehtiyac yoxdursa, istifadə olunmur. Burada hər şey təbii. Oyuncaqlar belə təbiidir, yəni təbii materiallardan hazırlanıb. Gəlinciklər belə təbii materialdan olan, yəni təbii olan parçalardan tikilir. Sonra burada ritmik dövrlər var, günün ritmi deyirlər buna. Yəni əsas bağçanın, yəni Valdorf uşaq bağçasında əsas prinsip ritm hesabı olunur. Nədir bu ritm müəllimələr? Günün ritmi adlanır bu. İnhalyasiya və ekshalasiya. Ekshalasiya nəfəsin xaricə verilməsidir. İnhalyasiya daxilə verilməsidir. Yəni bir yaradıcılıq oyunudur. Deməli, uşağa nəyisə öyrədirik? Yeni bir mövzular, anlayışlar öyrədirik. Uşaq bunu neyir? Öyrənir, mənimsiyir. Bu adlanır inhalyasiya. Sonra isə artıq öyrəndiyini praktik fəaliyyətdə tətbiq edir. Yəni öyrəndiyini artıq bayıra verir, xaricə verir. Bu adlanır ekshalasiya. Yəni bunlar birdən situativ formada düşər. Ona görə vurğulayıram. Modelin, yəni Valdorf yanaşmasından çox danışmaq olar. Heyf ki, vaxtımız azdır. Valdorf yanaşmasının, Valdorf təhsil sisteminin müsbət tərəfləri nədir? Qiymətləndirmədən, yəni qiymətlərdən heç bir stres almır uşaq. Uşaq üçün bir rahat mühitdir. Heç bir məcburiyyət, mühakimə yoxdur. Uşağın şəxsiyyətinə, azad seçiminə hörmət var. Sonra müxtəlif yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir. Təlimin nəticəsi yüksək emosional intellektdir, dünyaya müsbət baxışdır, empatiya qurma bacarığıdır. Rəhbərlik və müəllimlər, valideynlərlə fəal qarşılıqlı əlaqədə olurlar. Ünsiyyətə, dərslərdə iştiraka açıqdırlar. Təqlid görəndə bilin Valdorfa aiddir. Təqlid və nümunə ilə təhsil. Yəni uşağın iştirak etməsi üçün aydın, mənalı görünə, əlçatan hərəkətlər burada göstərilir. Uşağın estetik və emosional inkişafı əsas götürülür. Valdorf metodu dünyaya estetik baxışın formalaşması. Niyə? Çünki burada uşağın yaradıcı işlərinə, yaradıcı inkişafına çox yer verilir. Uşaqda yaradıcılığın inkişafı üzərində əzmlə, davamlı iş aparan bir neçə üsullardan biri hesab olunur. Və uşaqların fərdi iradi keyfiyyətləri əmək vasitəsilə diqqətə çarpan şəkildə inkişaf etdirilir. Sonra mənfi tərəfləri nədir? Yəni, hər bir yanaşmanın, istər Montessori, istər Reggio-Emilia və istərsə də Valdorf, hər birinin bir mənfi tərəfi deyəndə ki, bir çatışmamazlıqları var da. Nədir bunlar? Çatışmamazlıqlar nədən ibarətdir müəllimələr? Məktəbə, yəni bu bağçanı bitirən uşaq məktəbə gedir. Məktəbdə artıq bir süni mühitdir da, təbii mühit deyil. Yəni orada plasmasdan da, sintetik, kauçuk, hər şeydən, orada vəsait də var, hər şey var. Süni mühitdir. Burada, yəni bu mühitdə tədris, təlim, təhsil almaq, uşağı real dünyana uyğunlaşdırmağa çox çətinlik keçirmişdir. Uşaqlar dünya haqqında ezoterik fikirlər öyrənirlər. Yəni, burada akademik qətiyyən oxumaq, yazmaq, akademik bilik 7 yaşa qədər verilmir müəllimlər. Yalnız təbii materialdan hazırlanmış oyuncaqlarla oynayırlar. Yəni, qətiyyən başqa materialdan oyuncaqlara icazə verilmir. Sonra, Valdorf məktəblərində əgər uşaq dövlət məktəbinə gedirsə, qiymətləndirmə yanaşmasına uyğunlaşmada çətinlik yaranır. Çünki o qiymətləndirmə görməyir. Valdorf uşaq bağçalarında uşaqlara, yəni, bayaq da vurğuladım, yazmaq, riyaziyyat, heç nə. Hətta dünya haqqında ensiklopedik biliklər verilmir. 5 yaşlı, 6 yaşlı qruplarda verilir. Yəni, hazırlığı olmadan uşağın adi, Valdorf olmayan məktəbə daxil olması uşaq üçün, onun ora öyrəşməsi üçün çətinlik yaradır.
Waldorf yanaşmasından daha nələri vurğulamaq olar müəllimələr? Waldorf yanaşmasında təhsil proqramı, yəni yaşa uyğun kurikulumdur. Uşağın yaşına, inkişaf mərhələlərinə uyğun qurulur. Hər yaş dövrünün spesifik psixoloji və fiziki ehtiyacları nəzərə alınır. Yəni 7 yaş arasında təqlid, oyun əsas öyrənmə vasitəsidir.